halda keçdi. İndi ona belə deyək. Tato bir toxuşa Bonilla cərimə meydançasında Nelson 2-0. 72-ci dəqiqəsində Zirədevçi maçın tarihi həll olmuş. Bonilla sevincini başa düşmək olar. Qaçırılan gol epizoduna görə yəqin ki, özünü çox günahlandıracaqdı Bonilla və amma 72-ci dəqiqədə öz golunu vurdu və Zirənin üstünlüyünü 2 topa çatdırdı. Zirəli azarkeşlərin sevinci başa düşüləndi. Agil Məmmədovun isə üzüntüsü. Golun təkrarını izləyirik. Rəşad Abdullayev sona qədər mübarizə apardı. Tatodan. Əla ötürmə bir toxunuşla vaxtında bir an belə gecikmədən pauzasız Bonilla'ya yenə yaxın ikinci zərbə. Təkbətəklə əlbəttə istənilən halda hər dəfə qapçının boşlardan çatmaq olar. Yaxın ikinci buraxılan zərbələrdən qollardan sonra belə epizodlarda çox. Bu epizodda yaxın üçüncünün lap yaxınında da olsan belə reaksiya vermək çox çətindir o zərbəyə. Bonilla'nın Azərbaycan çempionatında ilk qolu və hasta el gol que marcaste tuviste unas oportunidades, que tuviste un palo. ¿Qué puedes decir? Que cuando un delantero está con una mala suerte, la verdad que a veces no salen las cosas, pero yo necesitaba un gol porque tenía 3 a 4 meses de que no venía jugando, ¿no? Después del torneo con la selección, pero gracias a Dios lo importante es el grupo y pudimos ganar. Düşünürəm ki, bir hücumçu bəzən uğursuzluqlarla üzləşə bilər və təbii ki, qola ehtiyacım var idi, komandamın ehtiyacı var idi və sonunda bu qolu mən vura bildimsə, mən hal-hazırda özümü çox xoşbəxt hiss edirəm və açığını desəm 3-4 aydır mən oynamırdım, məşq eləmirdim. Yığmadan gələndən sonra burada məşqlərə başladım və şükür Allah hər şey yavaş-yavaş qaydasına düşür. Azərbaycan çempionatında oynayan və ilk qol vuran ilk Salvadorlu futbolçudur. Ümumiyyətlə, Azərbaycana gələnə qədər bizim ölkənin futbolu haqqında nə bilirdi və gələndən sonra fikirləri nə dərəcədə dəyişib? Milli çempionatın səviyyəsi və ümumiyyətlə burada oyunlar haqqında nə deyə bilər? Dice que nos interesa saber tus opiniones sobre el nivel de fútbol en Azerbaiyán y hasta que vinieras aquí, ¿qué pensabas sobre eso? No, la verdad que me ha sorprendido mucho, ¿no? Yo creo que la Liga Azerbaiyana está creciendo y eso es importante. Yo vine por acá por el proyecto que me presentaron a mi agente y tomamos la decisión de venir para acá y gracias a Dios las cosas se están dando y nada, hay que trabajar fuerte. He venido acá para meter goles y primero de las cosas se me salen. Bura gəldikdən sonra açığı buradakı futbol məni təəccübləndirdi və bir şey deyə bilərəm ki, futbol Azərbaycanda artıq inkişaf etməkdədir, inkişaf edir, sürətlə inkişaf edir və bütün bunlara baxmayaraq yenə də çalışmaq lazımdır. Təşəkkürlər və uğurlar arzulayıram. Çox sağ olun. Sağ olun. Düşür və təşəkkür edirəm elə xüsusilə Nelson Bonilla ilə müsahibəyə görə və maraqlı suallarına və maraqlı cavablara görə bir daha minnətdarlığımı bildirirəm və indi